Hər vaxtınız xeyirli, uğurlu olsun. İdeyadan Uğur adlı podkastımızda sizi xoş gördük. Xatırladım ki, verilişimizin baş sponsoru Cibaro platformasıdır. Biznes dünyasında hər şey sürətlə dəyişir. Amma bir problem hələ də aktualdır. Doğru biznes tərəfdaşı tapmaq, etibarlı təchizatçı seçmək və bunun üçün vaxt itirmək. Yerli bazar bir nöqtəyə qədər aparır. Amma beynəlxalq bazar düzgün əlaqə olmadan çətinləşir. Məhz bu nöqtədə Cibaro köməyinizə çatır. Cibaro şirkətləri yerli və beynəlxalq bazarlarda birbaşa bir araya gətirən B2B platformasıdır. Burada təsdiqlənmiş profillər etibarlı tərəfdaşlıq deməkdir. Cibaro platforması vasitəsilə şirkətlər satın alma elanları paylaşır, məhsul və xidmətlərini tanıdır, hərraçlar təşkil edir, qlobal tərəfdaşlıqlar qurur və vakansiyalar yerləşdirirlər. Vasitəçisiz B2B əlaqələrlə vaxta və xərclərə qənaət edirsiniz. Cibaro biznesinizi qlobal bazara daşıyan platformadır. İndi cibaro.com-a qoşulun və biznesinizi qlobal bazara çıxarın. Digital Gateway to Global Supply. Qlobal təchizata rəqəmsal keçid. Bugünkü qonağımız gənc müğənni, hər kəsin sevimlisi Nurandır. Xoş gəlmisən Nuran. Xoş gördük. Hər kəs salamlayıram. Əziz dostum Elnarə xanım, bugün sən verilişində podkastında olmaq mənim üçün çox maraqlıdır. Hər kəs salamlayıram və ümid edirəm ki, suallara səmimi cavab verə bilərik. Çox sağ olun dəvətimi qəbul elədiyin üçün. Keçək suallara. Bəli, bəli. Nuran qısaca izləyicilərinə özünü necə təqdim edər? Əslində heç bu sualı sevmirəm, təqdimat sualını. Çünki mənə görə təqdimat, yəni gördüyün işlər, ümumiyyətlə cəmiyyətdə olan mövqeyin bu hamısını göstərir. Amma özümü təqdim eləsəm, sadəcə Nuran. Biraz mən pafoslu çıxışları sevmirəm. Bir adam özünü necə tərifləyir? Yenə fərqli cavablarından seçiləcəksən doğrudan. Nuran, bax təhsilinlə bağlı danışmaq istəyirəm ki, sən özün, mən bildiyim qədər rejissorluq fakültəsini bitirmisən. Bu necə oldu rejissorluq fakültəsini bitirən bir gənc bu gün müğənni kimi səhnələrdədir? İlk öncə onu deyim ki, mən texnikumda oxumuşam, Mədəni Maarif texnikumunda, bədii yaradıcılıq şöbəsi və o şöbənin içərisində rejissorluq, aktyorluq, səhnə danışığı, hər şey daxildir və bunun adı olur bədii yaradıcılıq. Amma əsasən rejissorluq yönündə idi və bir çox kliplərin rejissorluğunu elədikdən sonra musiqi sferasına keçid elədim. Amma bundan öncəyə qayıtsaq, mən uşaqlıqdan bir çox dərnəklərdə, bir çox qəsəbə dərnəklərində iştirak eləmişəm və mən muğam təhsili almışam. Sadəcə o vaxtı muğam təhsili, necə deyim, adətən oğlan uşaqlarında keçid dövrü olanda əslini qoymaq olmazmış. Bizim ailə bunu bilmədiyi üçün məni qoyublar və orada səs dəyişən ərəfəyə düşdü. Ona görə o yarımçıq qaldı. Musiqiyə gəlmək də mən hər bir işi görəndə, istər bu sferə aid olsun, istər nə bilim başqa sahələrdə də mən çalışmışam olsun. Amma ki, həmişə musiqi məndən olub. Bilirsiniz ki, bir çox saytlarda mən fotoqraf kimi çalışmışam. Bəli, elə buna toxunacaqdım. Və mən həmişə bilirdim ki, onsuz da bunun nəticəsi olaraq mən musiqi sferasına daxil olacağam. Sadəcə bu həm yaradıcı bir hissləri çıxartmaq üçün bir vasitə idi fotoqraflıq. Ki, özümü də orada uğurlu sayıram, bunu deyə bilərəm. Niyə o sahədə getmədin? Daha da uğurlu olma ehtimalları varkən niyə müğənni? Mən fikirləşirəm ki, ümumiyyətlə tək bu sahədə elə deyil. Ümumiyyətlə bütün sahələrdə götürsən, insan gərək öz yerini bilsin. Bəli. İnsan gərək istənildiyini görsün və özünün çatmaq istədiyi mövqelər, hədəfləri müəyyənləşdirsin. Mənim çatmaq istədiyim hədəfim oydu ki, ölkədə mən sosial tərəfdən fotolar çəkirdim adətən. Sonradan show biznes sahəsinə keçid elədim. Mənim hədəfim oydu. Yəni məsələ paylaşımlar deyil. Daxilimdə olan hədəflər, çatmaq istədiyim yerlər, olmaq istədiyim tədbirlər, bütün tədbirlərdə oldum və 9-6 rejimində işləyərək, ofis daxili işdə bir çox işçilər var idi ki, müxtəlif fotoqraflarda onlara bölgə yeyirdim ki, sən məsələn bu sahədə uğurlusan, sən bu sahədə. Yəni belə, yəni mən onları keçdim. Mən ondan sonra yəni kabinetdə oturub 9-dan 6 özümü heç vaxt görməmişəm və görmürdüm. Yaradıcı insanların ən həssas. Bəli, adicə biz o vaxt reportajlar hazırlayırdıq. O reportajlarda belə mən əsasən çəkilişdən çox musiqiyə önəm verirdim ki, hansı musiqi hansı kadrlardan üst-üstə düşər. Yəni belə mən düşünürəm ki, onda ən yaxşı uğurlu Nuran var idi, amma orada bitməli idi.
Ümumiyyətlə həyatda da belədir. Məncə əgər bir yerdə sənin missiyan bitibsə, qalma tərəfdarı deyiləm. Bir söz deyim, mən düzdür bu bürclərlə bağlı hər zaman fikir bildirəndə onun əksini də deyirlər. Fikir bildirir necə bürclərə inanıb onunla yaşamaq olar, amma mən ümumi yəni xarakteristika olaraq bürclərə inanıram. Və bax o peşə dəyişimindən, yer dəyişimindən bağlı məncə bu sizə daha çox Oğlaq bürcünün Bəli, bu vibe'ı. arada sən də oğlaqsan. Mən də Oğlaqam, ona görə deyirəm. Yəni Mən- bir çox sahələrdə çalışmağı sanki bir yenidən yaradırsan. Bəli, və onun xüsusiyyəti odur ki, o özünü tapana qədər, Bəli, bəli, bəli. tapana deməyək belə şey çıxır. Tapana bilir hara gedir. Aha. Sadəcə boş qalmağı sevmir ki, o şeylərdən keçsin ki, əsas məqsədinə çatsın. Ümumiyyətlə biz əziyyəti sevirik. Mən bu arada bürclərə inanıram. Həmişə sual verir, cəmaət yazır ki, görəsən inanır? Bəli, mən inanıram. Təbii insan xarakterdə rol oynayır, aldığı tərbiyədə, Bəli. ailə tərbiyəsində rol oynayır, amma ümumi götürsək, biz beləyik, yəni Oğlaq bürcləri belədir. Yəni Bürcün çətinlik yaradıb sənə bu sənətdə. bürcüm çətinlik yaradıb deyəndə ki, mən məsələn belə istəyərdim qəddar olum. O məndə alınmır. Oğlaq bürcləri nə qədər belə soyuq görünsə də, amma Bəli. qəddar deyillər. Amma mən bəzən uğurlu artistlərə baxıram, yəni çoxu yəni o hissləri var. Yəni çünki bəzən lazımdır. Mən bunu alqışlayıram. Çünki bəzən elə insanlar olur ki, öz yerini bilmir. Amma insan ümumiyyətlə həyatda öz yerini bilməlidir. Bu dostluqda da belədir, ailədə də elədir. Yəni bu gün əgər biz oturmuşuqsa, mən sənə gəlib yersiz bir efirdə söz deyim, bu qəbul edilməz. Biz nə qədər dost olsaq da və ya başqa məkanda, yolda görürsən, səhnə başqa, yolda başqa. Bəli, bəli. Bəlkə o insan həmən dəqiqə. Bir də bir şey sevmirəm. Məsələn, müğənnilərə çatan kimi deyirlər, nə oxu qulaq asın. Yəni mənə görə bu çox hörmətsizlik və mədəniyyətsizlikdir. Əgər bir rəssam nəyisə çəkmək üçün ab-havaya düşürsə, Bəli. müğənni də oxumaq üçün ab-havaya düşməlidir. Düz. Və sən oturmusan orada məsələn belə xoşagəlməz bir yerdə, xoşagəlməz səs-küydə və o heç sənə qulaq asmayacaqlar. Sadəcə orada indi yəqin bəlkə at məna var və ya nəyəsə kiməsə sübut etmək istəyir. Mən bu sualı heç sevmirəm. Sualı deyəndə bu təklifi Yanaşmanı, qulaq hə. asaq. Mən onun uşaqlar özümə çox pis, yəni mənə Nuranı pis bundan təsir sonra xahiş və edirəm. o demək deyil ha, mən nəsə qorxuram, çəkinirəm, heç elə bir Yox. şey. Mən sadəcə istəyirəm ki, musiqi hörmətlidir. Yəni hörmətli Bəli. bir sahədir. Siz necə muğam oxuyan ifaçıya klubda deyə bilərsiniz ki, məsələn, bir dənə muğam oxu qulaq asa. Yəni bu Gözəl. təhqirdir. Tək bu məsələn bir məkan deyil. Ümumiyyətlə də bir oturmusan, görürsən ki, musiqiyə heç bir, yəni adəti olmayan sfera insanlarından bir dənə şey oxu qulaq asa. Yəni mən deyirəm ki, musiqi biz tutalım yeyirik kiməsə qulaq asmağa, biz ona bilet alırıq. Deməli bu adam biz bilet alırıqsa bu ona hazırlaşıb. Yəni biz onun canlı səsini eşitməyə gedirik. Mənə görə bu belə olmalıdır. Yəni müğənnini gözləməlidirlər ki, mənə indi yazırlar, mən rəylərdə oxuyuram. Görəsən canlı necə oxuyur. Deməli bu maraqdır. Və bu mənim üzərimə məsuliyyət salır ki, mən canlı ifalarımı göstərmək üçün bir məkanda çıxım və o məkana məni sevənlər gəlsin, insanlar qulaq assın. Amma ki yazmaq görəsən canlı necə oxuyur, görəsən və ya bir dənə oxu qulaq asın, bu mənə görə çox hörmətsizlikdir. Dostlar, xahiş edirəm Nuranla görüşəndə bundan sonra o cür təkliflərinizi irəli Yox, sürməyin. mən açıq deyim belə çox təkliflər Nuran, olmur. yox, bilirsiniz. Amma mən kənardan görürəm Ya o Nuran insanları. bilirsən necədir? O mən də musiqini çox sevirəm. Hətta Bu arada musiqi, səs də gözəldir. musiqini insan var ki, məsələn iliklərinə qədər hiss eləyir o məsələ. Yəni o an sən onu hiss eləməsən, Bəli, o belə düşün. auran, o atmosfer sən onu tələb etməsə Məsələn. sən oxuya bilmərsən. Dostumsan deyə demirəm. Mən doğrudan bu gün mənə belə fərqli bir hisslər keçirdirəm. Dostum qarşımda əyləşib, Çox çox sağ ol, populyar, təşəkkürlər. sevilən, hətta bax bu geyim var ha sənin geyimin. Bu biz 90-cı illər, Bəli. 80-ci illərə daha yaxın Bəli, geyimlərdir tərz olaraq. Amma sən bu geyimi 2000-ci ilin uşaqlarına da, yəni gənclərinə də, yeniyetmələrinə də sevdirmisən. Bu gün mən çəkilişə gələrkən oğlumun sualı oldu ki, "Mam, bu gün kimi çəkəcəksən?" Dedim Nuranı. Dedi, "Olar ona bir sual verim." Aha. Dedim ki, "Nə sual verim ki?" Denən deyəcəm, söz verim. Dedi ki, "Soruş
o pencəkləri necə seçdi, Ömər, geyinməyə başladı? Ömər, buradan səni salamlayıram və sənin sualına cavab olaraq birinci danışım mən Elvin Elxanla, ikimizin Bəli. də dostu. Təbii ki, ümumiyyətlə Nuran proyektinin, Nuran brendinin, ümumiyyətlə Nuran ideyasının yaranmasının səbəbkarı və baş direktoru Elvindir. Hamımıza kömək olub Bəli, Elvin. o əsasən bütün proseslərdə onun ideyası olur. Təbii musiqi bölünür, Elçin Cəfərova gedir Bəli. və ya bəzi görüntü şeylərində mən özüm də qatılıram çünki rejissorluq olduğuma görə. Bu əsasən Elvin ideyası idi ki, bu belə tərzdə olsun və biz ilk çəkdiyimizdə onda əslində bəlkə də bizə yuxarıdan da nəsə mesajlar gəlirdi ki, bu belə olmalıdır. Çünki orada mənim geyindiyim məsələn pencək özüm deyildi. Orada məsələn çəkilən mahnı belə o pulsuz mənə hədiyyə olunmuşdu. Çünki o mənim özüm üçün son işim idi əslində. Bəli. Mən hətta o Çağır Məni çıxan ərəfədə telefonumu belə satmışdım. Yəni o mənim üçün axırıncı idi və orada mənə rejissorluq edən, çəkən o da dostum idi, o da pulsuz çəkmişdi. Geyimlər ödənişsiz idi, o da dostum idi. Bizim orada bir dənə pulumuz çıxmışdı, mənim yadımdadır. 11 manat biz pizza almışdıq. O da komanda üçün. Ki daha oradan da şey eləmək olmazdı. Doğrudan yəni vəziyyət çox pis idi. Belə və biz də Elvin də təbii ki gördük ki, insanlar bu obraz üçün Çox darıxıbmış, bəyənildi. sevibmiş. Çox. Biz bu obraz üzərində dayandıq və davam elədik. Mən təbii ki bu ruh da önəm daşıyır. Çünki səni 3 dəfə geyindirərlər, 4-cüdə deyərsən ki, mən bunu geyinmək istəmirəm. Amma 4-cüdə artıq mənə deyirlər, amma mən geyinirəm. Çünki bunu mən özüm istəyirəm. Özümü rahat hiss edirəm. Yəni pencəyin ölçüsünün böyük olmağı, kiçik olmağı, açığı geyinə bilmirəm, biraz artıq sıxıntı yaranır məndə. Düşünürəm ki, hal-hazırda insanlar keçmişə biraz bağlı olub və ya keçmiş enerjiləri çağırırlar və adətən bu yaş artdıqca insan keçmişdəki o ab-havanı, adicə belə biz ətri belə axtarırıq. Keçmişdə bu ətrin iyi gəlirdi, indi o ətrin iyi də o deyil. Ona görə bu bəlkə də nostalji hisslərin yaranması insanların əhvalı ilə bağlıdır və bu əhvalla da bu obraz üstə düşdüyünə görə düşünürəm ki, burada da bu rolu var. Mən çünki özüm də yaşım artdıqca fikir verirəm ki, daha çox köhnə mahnılara qayıtmaq sevirəm. Elə köhnə mahnılar demişkən, ilk çıxışlarında Kalifey sənətkarların ifalarına üz tutdun, müraciət elədin, yeni bir aranjmanla ona gözəl bir nəfəs verdin və mən vurğuluyum ki, inan ki, sənin ifandan sonra gənc nəsil dediyimizdə o köhnə mahnıları sevməyə başladı. Sənin dilindən, sənin təqdimatınla və bu çox sevildi. Necə qərara gəldin ki, yeni mahnılar yazdırmadın və köhnə mahnılara müraciət elədin? Bu da Elvinin ideyası idi. Mən burada bir mötərizə açım ki, retro mahnı ilə bəli, mən sevildim, daha çox kütləyə tanındım. Ümumiyyətlə həyatımın dönüş nöqtəsi retro mahnılar oldu. Bəli. Amma mən ilk öncə deyim ki, ilk başdan mənim müəyyən qədər yaradıcılığım, ümumiyyətlə fəaliyyətim var idi. Və bu 5 mahnıdır və çox da az deyil. 5 mahnıdan sonra biz artıq qərar verdik ki, bir dənə cover mahnı, retro mahnıları yeni aranjmanda eləyək və dediyim kimi bizim burada məqsədimiz nə bir kommersiya idi, nə bir ümumiyyətlə hansısa bir bazara daxil olmaq idi. Bu sadəcə uğursuzluğun sonu idi və biz son olaraq düşündük ki, bir dənə də cover oxuyaq retro mahnılardan və biz müxtəlif məkanlarda gündəlik çıxışlara gedək. Çox keyfiyyətli iş, çox dəqiq seçilmiş strategiya, çox yaxşı insanlar, doğrudan yaxşılıq mənasında, çünki burada maddiyyat olmayıb və retro mahnı ilə sevilmək əslində bu mən düşünürəm bəlkə də taleydir. Çünki mən dediyim kimi yenə də retro mahnılarla böyümüşəm. Bugün mən seçdiyim və komandanın seçdiyi mahnılar təbii ki, burada mənim də təkliflərim olur ki, bəlkə bu mahnı. Təbii yekunda qərarı Elvin və Elçin Cəfərov verir. Çünki Elçin Cəfərov da mənim musiqi prodüserimdir. Bu musiqilərin bəzilərini məsələn mən bağçada bizə öyrədirdilər. Bəli. İndi məsələn yaşım 15-20 olsaydı deyərdim əşi, nə bağça, məsələn, nə öyrədiblər. Amma indi məsələn baxırsan ki, yox, daxildə bu qalıb, orada öyrədilənlər hamısı. Ona görə ruhum yaxşı olur keçmiş mahnılara qayıdanda. Çünki özümü elə hiss edirəm ki, əslində orada doğulmuşam, burada yaşayıram. Bəlkə bayağı musiqilərdən qorxdun? Çəkindin ona Mən görə bu o suala da musiqi, deyim. o musiqilərə. Bayağı musiqi anlayışı mənim üçün yoxdur. Elə onu savayıcı. Nədir səncə bayağı Yoxdur. musiqi? Mənim üçün bayağılıq aranjmanın ucuzlu olmağıdır. İndi orada aranjmançılar daha bilir mən nələri nəzərdə tuturam. Bəli. Və
bayağı sözlərdən istifadə olunmasıdır. Bəzən elə bayağı söz ola bilər ki, onu bir rus dilli deyəndə biz ona deyərik ki, "A, necə şirin alındı." Amma necə olur Azərbaycan sektoru onu deyəndə deyirsiniz ki, bayağıdır. Yəni bu anlayış mənə çatmır. Ona görə bir məhsulu çatdırmaq çox əhəmilidir və onun təqdimatı. Mən fikirləşirəm ki, bəzən biz elə insanları elə təqdim edirik ki, təqdimata görə biz adamı hörmət edirik. Araşdırsaq bəlkə də içində o qədər də yoxdur. Ona görə mənim üçün bayağı anlayışı yoxdur və bayağı oxuyanlar anlayışı ümumiyyətlə təhqirdir. Əgər sən bayağı oxuyan təhqir edirsənsə, deməli onun dinləyicisini təhqir edirsən. Lap deyə reklam vurdu 1 milyon. İndi bunun yarım milyonu olub bax real açıblar, baxıblar. Və orada rəylər var. Gözəl rəylər yazıblar, təbii pis rəylər də yazılıb. Deməli sən birbaşa tamaşaçını təhqir edirsən. Və bunu sən necə edə bilərsən? Keçən dəfə Elvin gözəl bir söz deyir. Məsələn, kimisə tənqid eləmək istəyirsənsə, onu çağır, başa sal. Əgər mən bu gün Nə qədər insanı dəvət edib nə başa qədər deyəndə salacaqsınız ki, ki? valla onsuz da biz saysaq, təbii ki, birinci biz ayırd eləməliyik ki, TikTok sosial şəbəkə ifaçısı, professional sənət ifaçısı. Məsələn, o vaxtdan bu vaxta bəzi artistlər var ki, necə dəyişdilər aranjmanlarında, kliplərində. Mən təbii ki, TikTok ifaçılarını bu sferaya, bu ümumiyyətlə siyahıya salmıram. Ona görə əgər bizim əlimizdə güclü artistlər varsa, xalq artistlərimiz var, məsələn, gözəl muğam ifaçılarımız var. Düzdür, bilmirəm bu mən Biz də onları düşər dinləmək yoxsa istəyirik. yox. Biz də onları dinləmək istəyirik. Mən səni anlayıram, amma o vurğuladın ki, TikTokda olan ifaçılarla bağlı bəlkə də oradan yaranıb. Bəlkə də mən bu fikirlərimlə tənqid atəşinə tutulacağam, amma mən düşünürəm ki, həqiqətən də bizim övladlarımız eşitdiyi o sözlər, musiqi, aranjman qeyd etdiyin kimi, onlar hamısı düzgün olmalıdır. Bu necə ola bilər? Mən bu Və yəni arada bunu həqiqi ki, dəstəkləmirsiniz Yox, də, siz təbii yəni ki, ifaçı olaraq. mən bunu dəstəkləmirəm. Mən sadəcə deyirəm ki, bayağılığın bayağı sözü mənə görə təbii ki, aşağı səviyyə deməkdir. Və bu aşağı səviyyə musiqidə nə ilə biz eşidirik qulağımızla? Bəli. Yəni bu aranjmandır və o adamın ağzından çıxan o sözlərdir. Və sən bu gün qazanırsansa, sən əgər ev, maşın və ya nə bilim, bağlar düşünürsənsə, deməli sən özün bayağısan, yəni. Bir işvə pulu yatır. Sonra yəni bu incə məqamdır, amma bunlar yəni deyilməlidir. Əslində birini oturub biz müzakirə etmək 2 vur 2-dir. Ya bunu həll eləməliyik, ya da müzakirə eləməməliyik. Müzakirə eləmək çox asandır və hər kəs danışır, hər kəs qınayır, hər kəs deyir ki, hə o belədir, bayağıdır. Amma həlli yoluna qalanda hamı çəkilir kənara. Həlli yolu nədir bunun? Onu aydınlaşdırmalıyıq. Bu gün məsələn X adam mənim dostumdur. Mən ona zəng vurub deyə bilərəm ki, mənim qəşəng aranjmançım var, bəlkə bunu dəyişəsən. Bu Addım mənim atmısan. artıq addımım əlbəttə. Atmısan bu Atmışam, şəkildə özüm addım. belə aparmışam. Yəni öz aranjmançımı və hal-hazırda da gəlirlər, gedirlər. Mən onlarla zaten münasibətim normaldır. Mən çünki adama baxanda mən bilirəm ki, bu adamın qabı bu deyil. Yəni Bilirsən Nuran, hamı sənin kimi şanslı ola bilmir. Məsələn, sənətə başlayanda sən başlarkən ilk məşhur müğənnilərlə başladın. Duetlərin, duet ortaqların, Bəli, görüntülər, kliplər. Yəni bu hər kəsə Allah Taala bunu nəsib etmir. Bu da yəqin ki, sənin şanslı olmağındır, gözəl dostlarının ətrafında olmağıdır. Nuran, bax qadağalarla bağlı danışmaq istəyirəm. Son zamanlar gündəmin ən partlayış mövzuları, ən aktual mövzuları. Qadağa qoyulmuş müğənnilər. Sənin buna fikrin necədir? hal-hazırda 2-3 ildir fəaliyyət göstərirəm. Bəzi şeylər var ki, buna doğrudan da sənətdə, ümumiyyətlə sferada daha çoxdan olan insanlar, illərlə bu sənətdə əziyyəti olan, yəni onlar fikir bildirsə bu daha düzgün olar. Nəinki mən durum. Mən təbii ki, şəxsi fikrimi deyəcəm, amma bunu algılamayın ki, mən kiməsə yön vermək üçün və ya nəsə eləmək üçün əstəğfurullah, o mənada demirəm. Mənim fikrimcə hal-hazırda mən özümü qoyuram kənardan. Nə olursa yaxşılığı olur. Əgər bu bizim musiqimiz üçün gözəl bir töhfədirsə, çox olsun, nə gözəldir. Biz bunu dəstəkləyərik, ancaq başqa bir şey eləməliyik. Çünki mən baxıram müsahibələrə, o vaxt televiziyalar necə olub danışırlar falan filan. İndi YouTube-da da var, köhnə kadrlardan baxırıq. Yəni nə olursa mən ümid edirəm ki, yaxşılığı olur və olacaq. Bir şey qadağa edirsənsə, o yerdə gözəllik olar, gül çiçək açar. Deməli, mən ümid edirəm ki,
gül çiçək olacaq, belə yaxşı olacaq. Mən özüm də toyda o ifaları rəqs edərəm. Tam toy üçün, toy biznesi üçün oxunmuş, yazılmış bir musiqilərdir. Onlar da sevilir. Amma düşünürəm ki, həqiqətən efirdə bəzi qadağaların olmağı bugünkü gündə çox böyük bir nailiyyət oldu. Bizdə bəzən artistlər elə düşünür ki, efirə çıxım, toy tutum. Amma bu anlayış bəlkə də son zamanlar silinsəydi, bəlkə də bu həddə gəlib çıxmazdı. Mən hissiyatlarıma inanıram. Çox gözəl olacaq. İnşallah. Çox yaxşı olacaq. Ya pis olacaq, yaxşı olacaq, amma nəsə olacaq. Nuran, bu gün Azərbaycan şou biznesində kişilərdən çox xanımlar daha çox parıldayır, daha çox uğur qazanır, daha çox dediyimiz o toy məclislərinə daha çox dəvət alırlar. Bunun səbəbi nədir? Bunun səbəbi çox sadədir. Çünki görürsüz, qadınlar deyəndə belə bizim üzümüz gülür. Çünki qadınlar olan yerdə rəngarənglik, nə bilim, gül açır, çiçək açır. Yəni görüntü, vizuallıq baxımından təbii ki, onlar olmalıdır. Mən düşünürəm. Amma burada bir şey var. Məsələn, önə çıxır deməyək də, bəzən daha gözə girir deyək. Nə mənada? Çünki insan gözəlliyə baxır, səhnədə şarm olur, rəngarəng işıqların altında onların geyimləri zərli, qaşlı, necə gözəl görünür. Ona görə bu normaldır. Amma bir şey var ki, məsələn, düzdür, qadınlar bu mənada daha öndədirlər. Amma mənə görə bəy ifaçılar daha çox çalışır. Çünki qadınlar 1-0 yox, bəlkə də 5-0 öndədirlər. Çünki doğrudan da səhnəyə bir gözəllik gəlir xanım olanda səhnədə. Amma dünyaca məşhur ulduzlar var ki, ulduz deyim, belə səslənim, müğənnilər var ki, kişi müğənniləri həqiqətən də bir çox xanım müğənniləri də ötüb keçib. Necə oldu ki, bu sırf Azərbaycanda bizim şou biznesimizdə... Siz niyə elə? Coğrafiya fərqi var. Yəni, təbii ki, insan orada sayı çoxdur. Burada da bəlkə də say o qədər olsaydı, balans eyni olardı. Bizdə say o qədər də böyük, sfera böyük olmadığı üçün xanımlar, yəni siz özünüz belə indi şey olaraq deyirəm, bir xanım olmasaydınız, baxanda siz nə cəlb eləyərdi? Baxacaqsınız, bir bəyin videosu, bir xanımın videosu. Təbii ki, xanım səhnəyə elə çıxır ki, doğrudan da o səhnəyə çıxanda adam istər-istəməz saxlayır. Bəy ifaçı maksimum pencələrin rəngini dəyişə bilər, nə bilim, qalstukun rəngini dəyişə bilər və ya yəni bəy ifaçının o qədər də şansı yoxdur. Və sizin zəhmətiniz? Zəhmətimiz var, təbii ki, zəhmət var, zəhmət o necə olur? Yəni onun üçün heç belə olubmu ki, deyəsən ki, mən niyə girdim bu şou biznesə? Ümumiyyətlə mən xanımlarla rəqabət aparan bəyləri hiss edirəm. Xanımlara görə demirəm, ümumiyyətlə deyirəm ki, yəni o fərqi baxma, həm dediyim kimi toy şənliklərinə dəvət olaraq, həm konsertlərin keçirilməsinə hər yerdə xanımlar bu gün Azərbaycanda. Amma niyə çox da elə deyil? Məncə elədir. Məncə xanımlar daha çox olsa belə, yəni məni narahat eləmir. Yəni niyə? Çünki bir məclisdə məsələn, misalan deyirəm, 5 ifaçıdırsa, 5 də xanım ola bilməz axı. Yəni təbii ki, orada məsələn məni ən çox toya analar istəyir. Yəni çünki sən şirinsən. Necə demək ola bilər ki, yəni 5 ifaçı, 5 də xanım. O məncə düz gəlmir. Sənin öz yaşıdların var, səndən biraz da daha böyük və biraz da səndən tez bu səhnəyə atılan müğənnilər var. Onlar da gənclərdə. Yəni necə rəqabət aparırsınız? Nədir fərqlilik? Düşünürsənmi ki, hamısı eyni tərzdə oxuyur? Ümumiyyətlə kaş olardı, kaş nə bilim eləyərdilər rəqabət. Yəni o yoxdur. Mənim hal-hazırda, yəni soruşsaz ki, nə istəyərsən, mən təbii ki, istəyirəm ki, musiqi sektorunda bir dəyişikliklər, bir rəngarəngliklər, bir maraqlı, bir maqazinsel bir şeylər olsun. O yoxdur. Ayazı məsələn deyək, Ayaz Babayev dostumdur. Bəli. Sonra Elvin Babazadə dostumdur, nə bilim, sonra Eldar Qasımov dostumdur, sonra Kazımcan, onlar məndən çox qabaq başlayıblar. Amma hamısı dostlarımdır, yəni belə bir rəqabət yoxdur. Dediyim kimi, əslində sfera o qədər... Amma bir-birinizə dəstəyiniz də yoxdur. Niyə yoxdur? Var. Məsələn, yoxdur, məncə yoxdur. Çünki... Məsələn, dediyimiz kimi köhnə dövr, ən azından bir-birinə dəstək olurdular, bir rəqabət var idi. Bugün özü artıq ulduz kimi yetişdirən bizim çox gözəl sənətkarlarımız var.
Niyə sizdə yoxdur? Hər şey monoton Mən gedir. düşünürəm Hər ki, şey bu sakit dəqiqə gedir. hərə öz hayındadır. Mən əgər kimsə məndən rəqabətdə deyilsə ki, bunun yaxasını tutam mənəm axı, o da pis görünər axı, tutalım. Mənə heç kim heç nə demir. Amma bir addım Gedim durduğum atmalısınız. yerdə cəmaata söz atım ki, sən niyə elə elədin? Sağlam rəqabətdən Birincisi söhbət nədir gedir. məsələ? Məsələ odur ki, birincisi hələ biz artistlər, biz özümüzün, yəni hansı janrda oxuduğumuzu müəyyən etməliyik, hansı tərzdə olduğumuzu müəyyən etməliyik. Bizdə ən böyük problem budur. Tək bəy ifaçılarda deyil ha, ümumiyyətlə sektorda. Məsələn, bu gün Elnarə bir mahnı oxusun, o tərz tutsun, hamı axışacaq ora, deyəcəklər, bütün studiyalar format dəyişəcək, bütün aranjman. Yəni mən məsələn bu gün mən istəyirəm mənim yaratdığım musiqi başqalarına nümunə olsun. Nəinki sən çıxartdın, qaçım gedim eləyim. Yəni ona Mən rəqabəti düz anlamadım. Rəqabəti mən eyni tərzdə ifanız. başqa rəqabət necə ola bilər? Yəni yeni kliplərin çıxması, Vallahi mən klipim təqdim çıxır. olunması. Yox, sualı başa düşmürəm. Sual niyə başa düşmədin? Rəqabət deyərkən, Sağlam rəqabətdən sağlam söhbət rəqabət gedir. siz nə edirsiniz? Hansı özünü harda görürsən? Bax bu günləri sən müğənnisən. Bəli. Bir şəxsiyyətsən, bir artıq müğənni kimi bir Təşəkkürlər. faktorsan. Məsələn, Təşəkkürlər. sən özünü hansı pillədə görürsən? İndi harda görürəm? Bax, gələcəkdə özünü harda görürsən? Gələcəkdə özümü Müğənni elə kimi. yerdə görürəm ki, ora baxanda görməyəcəklər. O yerə çatmaq üçün bəlli bir rəqabət olmalıdır, sağlam rəqabət olmalıdır. İşlər Başa üzərində düşürəm. işləmək Mən lazımdır. işləyirəm. Dostum da Məsələ deyir belə odur ki- ərkiyədə danışıram ha səndən. Mən işləyirəm. Məsələ odur ki, mən işləyə mənə bir kənardan bir adam dəymir axı, mən ona niyə dəyim? Axı biri var məsələn deyirsən ki, heç kim yoxdur. Açığı Özüm mən sizə oxuyuram, deyim. oxudum, klip çəkdim, amma məsələ bilirsinizlər. rəqabət olursa Rəqabət insan mənim içimdə var rəqabət. Nə mənada içimdə var? Yəni mən buna güvənirəmsə və bunu mən bilirəm ki, bu yaxşıdırsa, mənə heç kim deyə bilməz ki, bu pisdir. Yəni heç kim. Yəni çünki sağlam rəqabət odur ki, yəni çıxıb danışasan ki, o belə elədi, bu xeyr. Sağlam rəqabət bu gün 10 nəfər sənə onu kənardan deyirsə, yəni onun nəticəsi odur. Yoxsa mən durum uşaqlarla nəyimə lazımdır? Mən durum, yəni heç mənə adət olmayan bir şeylər. Azərbaycanın xalq artisti Röya xanımla da bir duetiniz olacaqdı, amma hələ ki onun gerçəkləşməyib. Bunun səbəbi nədir? Yox, mən buradan Röya xanımı salamlayıram. Röya xanımı sevirik, salamlayırıq. Ölkəmizin xalq artisti, Bəli. salamlayıram buradan. Təbii ki, duet mövzuları var idi. Çünki biz 2 mahnı üzərində çalışırdıq. Yəni ilk öncə başqa bir mahnı idi. Bunu təbii ki, musiqidə olan insanlar da bilir ki, bəy ifaçının, xanım ifaçının tembrləri fərqli olur. Bəli. Tanallıq mövzuları. Ona görə birinci mahnı elə alınmamışdı. Sonra biz ikinci mahnıda orada da yenə eyni tanallıq problemi. Ondan sonra məsələn Röya xanım mənə mahnı hədiyyə verdi. Yəni bu Hansı mahnı hədiyyə verir Röya? Hələ Oxumamısınız çıxmayıb, hələ. Hələ çıxmayıb. Hə, tamam. Hələ çıxmayıb. Yəni dediyim kimi, təbii ki, onun da planları var. Ard-arda uğurlu işlər görür, duetləri çıxır. Düşünsə ki, bu duet yenidən baş tuta bilər. Təbii ki, baş tutacaq. Oxumaq istəyərsən. Təbii ki, sevəsən. bu ümumiyyətlə istəmək məndə o gün məsələn bir rey oxudum. Kanalların birində mən Eurovisionla bağlı bir açıqlama var idi. Biz hazırlaşırdıq ki, mahnımızı təqdim edək. Sadəcə proyektlər hal-hazırda o qədər çoxdur ki, heç cür çatdıra bilmədik. Yazmışdılar ki, bu Eurovision getmək istəyirmiş və gülmək. Yəni doğrudan mən həyatda nəinki Eurovisionu, hər şey istəyirəm. İstəmək ən gözəl şeydir. İstəmək ən gözəl duadır. İstəmək ən gözəl nə bilim istəkdir. Mənə bu gün onu heç kim qadağa edə bilməz də. Yəni mən bunu istəyirəmsə istəyirəm və mümkünsüz olan hər şey istəyirəm. Yəni bu o demək deyil ha, mən Eurovisiona gedə bilmərəm, Eurovisionda oxuya bilmərəm. Təbii ki, gedərəm. İnan ki, gedəcəksən. Yox, mən inandırım ki, gedəcəksən. İnsan öz yerin birəndə rahat yaşayır. Bu gün hardasa mənə ehtiyac olarsa, təbii ki, təklif olarsa, məmnuniyyətlə ölkəmi təmsil edərəm. Amma elə bir şey yoxdursa, həyatı boyu mən o arzu və istək və o özümü gözə soxmaqla yaşamaram. Sonra bizim çox gözəl bir ifaçımız, ulduzumuz, xalq artisti Aygün Kazımova ilə də bildiyim qədər bir görüşün olub. Bəli, bəli. Mən hər şeyi bilirəm. Mən hər şeyi bilirəm. Bəs o görüşün aqibəti necə oldu Duran? O görüşün aqibəti çox gözəl oldu. İlk dəfə Aygün xanımla real görüşürdük. Bir yeni çəkilişində idi. Mən doğrudan da bəzən insanlar haqqında danışırlar, amma onu görməmiş inanmazdım ki, doğrudan da o enerji. Təbii ki, mən o səhnədə hər zaman görmüşəm, izləmişəm. O səhnədə o enerji var. Amma real həyatda bu enerjinin bəlkə də 2 qatı var.
gördüm, mənə çox xoş sözlərini dedi. Tərzimlə bağlı, ifalarımla bağlı və albomda iştirakımla bağlı təşəkkürünü bildirdi və Bəli, mən ona ifa öz eləmişdiniz, mehinlə ifa bəli, etmişdiniz. mən öz təşəkkürümü elədim, o öz təşəkkürünü elədi ki, və bu ümumiyyətlə Aygün xanımın proyektinə çox ciddi yanaşmışdıq. Bu təbii ki, həm ona olan hörmətimizdən, həm öz işimizə olan hörmətimizdən ki, klipimiz də gözəl uğurlu alınmışdı. Tərəf müqabilini özün seçmişdin Mehin xanımı, yoxsa proyektdə artıq yazılmışdı Bu adlar? Elvin açığı təklif elədi ki, duet olsa daha maraqlı olar. Ona görə o təklif üzərindən getdik. Pərviz də məsələn təklif elədi ki, klipdə Aygün xanımla Namiq bəyin görüntüsündə olar. Obraz Hə, olar. bu hamısı birləşdi. Plus oradan Çox da Aygün gözəl xanımın alınmış. komandası Ruslan, Mehinin məsələn o sırğaların tapmağında bizə kömək oldu. Yəni belə gözəl oldu, gözəl layihə oldu və orada da ikinci proyektə dəvətimlə bağlı söz oldu və mən çox sevindim. Artıq ikinci albom da işıq üzü görəcək. Orada mən də varam. Bu dəfə amma solo, yar-yar mahnısıdır. Çox böyük həvəslə, çox fərqli bir tərzdə hazırlamışıq. Ümid edirəm hər kəs bəyənəcək. Dediyim kimi görüş çox gözəl keçdi. Qeyd etdin ki, mənim geyim tərzimi bəyəndi, alqışladı, səhnədə olan ifalarımı. Başqa nə dedi Aygün xanım sizə? Deməli biz necə oldu əslində görüşdük. Belə bir planda bir şey yox idi. Biz Aygün xanımın albomuna görə konsertdə idik. Hər kəs oxuyub getdikdən sonra Aygün xanım gəlməli idi və mən də necəsə olmuş sona qaldım və foyedə şəkil çəkdirirdim. Bir də gördüm Aygün xanım keçdi. Ay Allah. Belə qaldım Aygün və o Aygün xanım. xanım kənarda nəsə yəqin ki gördü ki, orada kimsə şəkil çəkdir və ayaq saxladı, dayandı. Dedi, necəsiz falan filan. Yaxınlaşdım, dedim, çox sağ olun. Siz necəsiz Aygün xanım falan filan. Təbii tələsirdi və komandası ilə bir yerdə getdi, liftə daxil oldu və bir 3 dəqiqə keçdi, 4 dəqiqə keçdi, gördüm zəng gəlir. Ruslan deyir ki, bəs Aygün xanım deyir, otağa yaxınlaşa bilər. Bayaq görüş belə ayaq üstə alındı və mən də təbii ki çox böyük həyəcanla mən dedim bəlkə gedim evə əynimi dəyişim. Mən artıq həyəcanlandım. Daha başqa geyimlə məni görsün. Nəysə həyəcanla getdim. Doğrudan da çox hörmətli xanımdır və hörmətli qarşıladı. Mən doğrudan da belə bir şey gözləmirdim. Çünki təbii ki, orada yaş faktoru var, orada staj faktoru var. Amma Əlbəttə. insan necə hörmətlə insanı dinlədi, bir ayağa qalxdı, insanla görüşdü. Yəni çox hörmətli bir görüş idi doğrudan mənim üçün. Yəni sevindim ki, belə bir görüş baş tutdu və orada da mənə vurğuladı ki, tərziniz çox gözəldir. Çox yaraşırsınız səhnəyə, albomda da gözəl ifa eləmisiniz. İkinci albomdan da danışdıq və ikinci alboma dəvətlə bağlı müzakirələr getdi və o dedi ki, niyə də olmasın? Mən çox istəyirəm ki, sən bizim albomda yer alasan. Nuran, gəl biraz sən qazancından da söhbət edək. Toylara dəvət alırsanmı dostum? Təbii ki. Bax Maşallah, toyda yaxşı. hər zaman bilirəm ki, müğənnilər də danışır, əhvalatlar olur. Maraqlı hadisələr baş verir toyda. Sənin başına belə bir iş gəlibmi? Maraqlı bir əhvalat danışasan. Məsələn, təzə vaxt gedəndə, məsələn, ilk dəfə şabaş almışdım. O mənə maraqlı gəlmişdi və 2 manat idi. O mənə məsələn maraqlı gəlmişdi. Sonra daha çox bir dənə məsələn neqativ bir şey olur. Bu çox olur məsələn. Onu demək istəyərdim məsələn. Məsələn, mən keçmiş sferada fotoqraf olmağıma rəğmən, məsələn, bu gün bəzi məclislər var ki, orada müəyyən fotoqraflar var. Mən məclisə daxil olanda kameranı sallar aşağı. Səbəb? Səbəb vallahi heç bilmirəm. Yəni heç ümumiyyətlə düşünə bilmirəm ki, bu niyə belədir və tanınmış ölkədə fotoqraflardır. Yəni birincisi bunun səbəbi nədir? Mənə çox maraqlıdır və təbii ki, bu mənə çox da təsir eləmir. Yəni mənə çox da lazım deyil. Çünki bu əslində mənə yox, məclis yiyəsinə olan hörmətsizlikdir. Sənin iş borcundur ki, onu çəkəsən və onu yayımlayasan. Nədənsə bəzi 2-3 fotoqraf olur ki, məni görən nə vaxt görürlər ki, mən o məclisdəyəm. Mən gözümün qabağında çünki mən o şahid oluram. Kamera belə düşür aşağı, çəkmirlər. Bu mənim üçün əsas maraqlı bir şeydir. Əyləncəli Soruşuruq maraqlansa. sizdən fotoqraflar, bizim dostumuzdan nə Yəni istəyirsiniz? çox maraqlıdır. Təbii ki, bu dediyim kimi mən bunu ehtiyac üçün demirəm. Sadəcə maraqlı olsun, maraqlı dediniz hadisə. Mənim üçün bu hadisə çox maraqlıdır və o maraq da hələ davam edir. Təbii bunun səbəbini bilmirəm. Amma və bu dediyim, sadaladığım fotoqraflarla mən gündəlik
salamlaşdığım adamlardır, salamlaşdığım dostlarıdır. Ona görə də burdan maraqlı gəldi. Ona görə sizə O demək sualın cavabını istədim. xahiş edirəm Nuranın özünə yazarsınız. Yox, mənə yazmasınlar, çünki bəzilərini mən blok eləmişəm hətta. Hətta Bəli. Mən belə şeyi sevmirəm. Biz hamımız bir məclisə gediriksə, bir toya gediriksə, biz orada işçiyik. Hər kəs ora pulunu alır, bəli. ödənişini alır və işini icra eləməyə gəlir. Əgər kimsə işini icra eləmirsə, şəxsi nəsə beynində qurduğu nələrsə yaşayıb, kimisə məclisindəki artist hörməsi deyirsə, yəni bu fotoqraflar məncə o qədər də professional deyil. Nuran, bir şey soruşum səndən. Bax, toylara gedirsən, amma bir zamanlar sən həmən toylarda özün aş gətirirdin. Bəli. Heç olubmu ki səhnədə Aş olarkən, gətirin, yox, səhnədə olarkən kimsə o aşı gətirən digər əməkdaş baxanda bir xatirələr, Yox, bir heç həssaslıq, xatirə, bir yox, kövrəlmə. Heç kövrəlməmişəm. Heç xatırlamırsa, Yox, yadıma da heç düşmür. baxanda da. Sən nətər adamsın? Yox, heç kövrəlmirəm. Heç yəni belə o hisslərə getmirəm, çünki o mənim sevmədiyim hisslər idi. Çünki orada mən çox kök idim, kiloluydum. Hətta aşın paltarı belə cırılmışdı o dərəcədə. Aşın paltarı cırılmış. Gör nə boyda kök olmuşam. Ona görə baxanda heç bir şey hiss eləmirəm. Bəzən hissiyatımı Amma sənin uğrunda axı, bax məsələn, Təbii ki, indi bunu təbii ki, yarı zarafatla deyirik, yarı, amma doğrudan hiss eləmirəm də, yalandan deyim, hiss edirəm, oturum burada dəsmal götürüm ağlayım, belə deyim. nə qədər şanslısan, bir o qədər də başın bəlalıdır. Bu yaxınlarda duydum ki, eşitdim ki, daha doğrusu sən Rəqsanə xanımla, Rəqsanə İsmailova ilə kiçik bir anlaşılmazlıq olub Rəqsanə xanımla musiqiyə görə. Bununla bağlı geniş bir açıqlama ver zəhmət olmasa. Bəli, elə bir şey olmuşdu. Bu arada Rəqsanə xanım buradan salamlayıram, Salamlayırıq. sevgilər, sayğılar göndərirəm. Orada təbii ki, mənim biraz boşluq buraxmışdım orada. Çünki mən nə etmişdim? Bəstəkardan icazə almışdım. Söz yazarından icazə almamışdıq və biz klipi artıq çəkmişdik. Bəli. Klip çəkiləndən sonra Rəqsanə xanıma müraciət eləmişdik. Bizim yanlışımız burada oldu ki, gərək öncədən müraciət edərdik və o da söyləmişdi ki, qızım oxuyacaq. Yəni burada məsələ bizim yanlışlıq idi. Bu təbii ki, həll oldu. Rəqsanə xanım gözəl insandır. Ondan sonra bir eyni verişdə qonaq da olduq. Hətta o özü dedi ki, burada oxu təqdim elə. Yəni belə bir ürəyi var. Ona görə o məsələlər bitdi, getdi. Yəni heç bir nasıl o qədər uzun müddət olub ki, heç detallı yadımda da deyil. Başqa bir mahnısını ifa etmək istəyərsən, Rəqsanə xanımın özündən icazə alaraq. Təbii ki, mən yenə də deyirəm, biz köhnə retro mahnılara baxanda və axtaranda baxırsan ki, o vaxt müəyyən sənətçilər olub ki, bu günün də, o günün də tələbatına cavab verən musiqilər var və xit potensialı musiqilərdir. Təbii ki, istəyərəm, amma hal-hazırda məsələn mən albom işləyirəm. Bu retro Xeyirli mahnılar, uğurlu olsun. bəli, retro mahnılarla bağlı həmin o mahnı Günahından keçməyən mahnısı həmin albomda olacaq. İnşallah. Çünki hər kəs soruşur ki, bu mahnıları da dinləyə bilərik. İnşallah ki, bu albomu çıxardarıq. İnşallah çox böyük xeyirli həvəslə uğurlu olsun. gözləyirəm. Mənlə mahnı oxuyarsan, duet. Böyük məmnuniyyətlə biz oxumuşuq da. Hə, çox oxumuşuq. Sənin bütün proyektlərində də mən hər zaman yanındayam. Bilirəm əzizim. Çox Çünki sağ ol. Sənin də uşaqlarla bağlı əslində balaca bir şey olsa da, bu da Azərbaycan incəsənətində bir töhfədir. Bəli. Çünki elə yaşda gəlirlər ki, sən onların zövqünün formalaşmasında birinci növbədə duran insanlardansan. Zümrüd xanımla bir yerdə. Bəli, Zümrüd xanımı da buradan salamlayırıq. Öpürük onu, Uğurlar. sevirəm səni. Səncə Nuran musiqi tarixində nə ilə yadda qalacaq? İfaçı olduğuna görə yəqin ki, musiqi ilə yadda qalaram, amma bu dəqiqə vəziyyət elədir ki, qalmaya da bilərəm. Yəni bəlkə dünyada nəsə baş verdi, amma yox, təbii ki, zarafatdır. Təbii ki, məncə qalacağam. Çünki dediyim kimi təməl düzdür mənə görə. Komanda professionaldır. Yanımda olan dostlarım yaxşı insanlardır. Ailən dəstəyi. Ailəm təbii ki, dəstəkdir, o sözsüz və özümə inanıram. Özümə güvənirəm. Pafosu sevmirəm. İşimiz danışar. Yəni bu gün əgər müğənnilərin müəyyən yaş dövrlərində enişi və çıxışı olmağı normaldır. Nə vaxtsa enəriksə, onda da gözəl şəkildə enərik. Yəni professional şəkildə. Çünki o vaxtın enən mahnılarına da bu gün biz qulaq asırıq ki, deyirik ki, nə gözəl mahnılar olub. Ona görə də hər bir şeyə hazırıq, amma bir Nuran qalacaq, məncə qalacaq da daim. Bu qədər də olsun.
Nəysə, hə. Nəysə. Nuran, çox təşəkkür edirəm. O qədər belə fərqli hisslər yaşadım, nostalji yaşadım. Çünki bizim illərə dayanan bir dostluğumuz var. Bəli, şəkildə Bugün çəkdirərik, bizi Eynən çəkərsiniz. mütləq. Bugün burada bir-birimizə, yəni bugün mən başqa bir belə deyim yerdəyəm, sən başqa bir yerdə Bəli. uğurlar qazanırıq. Allah'a Və şükürlər biz olsun. eyni zamanda bir-birimizin ən pis gününü də görmüşük, ən yaxşı gününü də görmüşük. Ona görə bu çox maraqlı hisslərdir. Yəqin ki 20 ildən sonra sən məni yəqin ki xarici bir dövlətdə çağırarsan ki, Nuran, müsahibənin bir hissəsini burada çəkirik, bir hissəsini İnşallah. gözəl Azərbaycanımızda çəkirik. Çox Yəni sağ o ol. qədər əzizim. uğurların bol olsun. O mənada deyirəm, yozmayın. Verilişimlə bağlı təəssüratlarım. Verilişin çox rahat, çox gözəl. Nəhayət ki mən özümlə bağlı olan hissələri rahat şəkildə danışdım. Çünki dediyim kimi bəzən o qədər tələm-tələsik olur ki, hər şey ifadə edə bilmirsən. Hamı soruşan sualları əslində bu gün siz mənə sual verdiniz. Çoxu mənə orada rəylərdə gəlirdi və mən də bu gün sevindim ki, özümü rahat ifadə edə bildim. Çünki mən də ağzımdan danışa bilirəm. Ona görə komandamıza da təşəkkür edirəm. Çox pozitiv insanlardır. Gülürlər, üzlərində güllər açır. Çox sağ olun, minnətdarıq. Sən də sağ ol əzizim. Təşəkkürlər. Tez-tez çağırın, tez-tez gələk. Mütləq, mütləq gözəl işlərinlə, layihələrinlə səni Bəli. izləyirik, gözləyirik. Hər zaman uğurların bol olsun. Çox sağ Səni olun. çox sevirik. Təşəkkürlər. Deyəcəm biraz oxusan. Ən bəyəndiyin hansıdır? Mənim və ətrafımda olan xanımların daha çox sevdiyi, ifa etdiyi çağır məni, çağır gəlim. Bilir. Əlaydı, o, möhtəşəm idi. Məncəli uğurun oradan Çox sağ başladı. olun. Təşəkkürlər. Uğurların bol Sağ olsun. olun. Sağ ol əzizim. Bax belə, bugünkü verilişimiz də sona çatdı. Xatırladım ki, verilişimizin baş sponsoru Cibar platformasıdır. Gələn görüşlərə qədər. Bunu xəyal edən sahibkarların xəyallarını gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analoqu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik.